Vay! Hoş geldiniz. Tamam. Azar var. Gel gör kim gelir. Balalarım gelir. Götürsün çiz kızım. Bir kaynan onun yanına. Görür de tezlerinden pişirir. Boşver. Çiz kızım geç. Ha sen ne durmuşsun orada? Elə bir de dön evine gelmemişsin. Geç dönem. Danış görək, nə fərdi vəziyyət, nə var, nə yox. Sağ ol ata, sağ ol. Yaxşılıq şükür. Mən indi nəvəm haçan olacaq inşallah. Az qalıb. İnşallah 2 aydan sonra. Sağ salamat. Söz demir, indi o uşaq harda dünyaya gəlir? Dövlət xəstəxanasında. Belə yaxşı olardı özəldə. Orada 1000 manatlıq VIP otaq götürürsən. İçində 100 manatlıq nə lazımdır hamısını alıb qoyurlar. Amma o da bahadır da. Hə, pulun yoxdur. Yo, var Prosta Mənə yalandan kərək gəlmə. Al bu pulu 9000 manatdır. Qoy nəvəm özəldə doğulsun. Kabinetdə nədir ondan tutun, içinə nə lazımdır, meyvədən, süddən, ətdən, çörəkdən qoyasınlar, yıxsınlar hamısını yox ora. ata, neyinirsən o? Hə, götür qoy cibə küçük. Ailə saxlanıma bax mən, gedəcək bu dövlətə. Qoy mən nəvəm varlılar kimi doğulsun. Eşitdin? Allah çıqqılı ayaqları ilə gələcək babasının evinə. Allah. Allah səni var eləsin. Allah. Söz güləşdirmə bizə. Dəstə gözümün qabağından.